Salam aleykum şeyx. Və aleykum salam. Hacılardan biri deyir ki, Azərbaycanda iki ənənəvi məzhəb olub. Sünnilik və şiəlik. Sələfilik ölkəmizə yaddır. Bəs sizcə sələfilik ölkəmizə nə qədər qədimdir? Yəni, ölkəmizə nə qədər qədim olub? Elhamdülillah. İndi Hecid də danışır da. Deməli, biz sələfilik elə 7-ci əsrdə Azərbaycanda olub. Sələfilik nədir? Sahabələrin yolu. Allah və Rasulun və sahabələrin yolu. Burada İslamı sahabələr gətirib. Allahın izni ilə. Hicrətin Xristian tarixinin 7-ci ilində, 7-ci əsrində, təxminən 22-23-cü illərdə hicrətin. Ömər ibn Xattabın xilafətinin sonu idi. Məcusilər onu öldürdülər. Sonra Osman gəldi. Osman radiyallahu anh onun xilafəti vaxtı. İslam Azərbaycanda qədimdir. Müharibəsiz qəbul etdik. Döyüşsüz. Ona görə o deyənlər özləri ola bilsin, onlar təzədir. Onlar təzədir. Sadəcə elə təbliğat gedir, elə sələfiliyi yad göstərmək istəyirlər. Zid göstərmək istəyirlər ölkəyə, vətənə, hakimiyyətə və s. Hələ təbliğatçılar var, aydın. İkinci bilirsiniz, indi biz sərdən qardaşlar nəsə yollayırlar, kimsə başını nəsə taxıb, deməli, belə təqdim edir ki, biz vahabilərlə, yəni söhbətin əvvəli, yəni fikir versəz də, söhbətin əvvəli, əgər məsələn, veriliş tutaq ki, 1 saatdır, 1 dəqiqə vahabiliklə başladı, sonra keçir sünnilərə. Başlayır İmam Əhməd belə, Əbu Hanifə yaxşı vahabi olub. Başlayır sahabələr, Ömərdən danışmağa, nə bilim, Ömər vahabi olub. Bunlar hamısı, bu söz vahabi sözü başlanğıcda sadəcə bəhanədir, səbəb. Bilən olaraq diqqət edin. Başlayır vahabi, sonra keçir sünnilərə. Verilişin 90% sünnilikdən danışır, sünnilərə qarşı. Sadəcə, indi elə bir iki cəmaat avandır. Ola bilsin, avan təbəqə ola bilər. Tuta bilməsinlər onun sözün. Artistliyin. Aydın qardaşlar. Sadəcə müəyyən tərəflər var, məlumdur hər şey. Biz çox təfsilat vermək istəmirik. İstifadə edirlər sadəcə. İstifadə edirlər bu şey. Bəli.